Məni izləyən hər kəsə Allahın salamı olsun. Sizə möhtəşəm bir sup resepti verirəm. İnanın ki, dadı dəhşətdir də. Keçək hazırlama qaydasına. Əvvəlcə lazım olacaq bizə dana əti, soğan, ət maşından keçirdirəm əti də, soğanı da. Üzərindən incə bulgur əlavə edirəm. Yumurta, duz, istiot əlavə edib yaxşı-yaxşı yoğururam. Miqdarları videonun alt bölümündə qeyd olunacaq. Demək, mən soğanın suyunu sıxmadığım üçün incə bulguru da suda islatmadım. Əks halda soğan əgər quru olarsa, mütləq bulguru kənarda islatmaq lazımdır. Daha sonra hazırladığım içlikdən xırda-xırda topalar bu şəkildə düzəldirəm. Hamısını eyni qaydada. Daha sonra topaları qoyuram bir kənara, başlayıram supumu hazırlamağa. Tavaya kərə yağı əlavə edirəm. Yağ ərdikdən sonra topaları yağda o yüz bu yüz qızardıram. Yəni hər tərəfli qızardıram. Harca bir 5 dəqiqə. Tam bişməsini gözləmirəm. Sadəcə qızardıram. Daha sonra elə əti qızartdığım kərə yağında xırda-xırda doğradığım soğanı qovururam. Soğanı bir 5 dəqiqə qovursaz kifayət edəcəkdir. Soğana bir qədər duz, bir qədər sarı kök və bir qədər şəkər tozu əlavə edirəm. Şəkər tozu soğana bir başqa ləzzət və dad qatır. Bunu mütləq sınayın. Kənarda isə bir qazanda su qoyuram qaynamağa və su qaynara düşdükdən sonra suya duz əlavə edirəm və ardıca qızartdığım küftələri suyun içərisinə əlavə edib və soğançanı da əlavə etdikdən sonra küftələrin bişməsini gözləyirəm. Harca bir 5-6 dəqiqədən sonra qazana düyü əlavə edirəm. Bir qədər sarı kök əlavə edirəm, qatışdırıram və ən sonda xırda-xırda göyərtiləri doğrayıb əlavə edirəm qazana. Mən göyərtilərdən istifadə etdiklərim videonun alt bölümündə qeyd edəcəm. Əslində bu supun adı göyərti supudur. Amma inanın ki, mən buna sup demirəm. Yəni o qədər doyumlu, o qədər ləzzətli bir supdur ki, yəni bişdikdən sonra süfrəyə təqdim etdikdə üzərinə bir qədər limon sıxıb yediyiniz zaman möhtəşəm bir dad olacaq. Mütləq sınayın. İnanın ki, çox bəyənəcəksiniz. Göz haqqınızı halal edin. Sağ olun, salamatla qalın.